Baş üstə ey mənim ağam, ey Əba Harun. İmam Hüseyin haqqında bir şey əzbər bilirsən? Bəli, sənə fəda olum, çox şeyləri əzbər bilirəm. Mənə bildiklərindən bəzisini danış. Ətrafa baxdı, görmədi piru cavanları, baxdı müxatəb etdi qum üstə yatanları. Yox, Əba Harun, mənə oxuduğunuz kimi oxuyun. Esselamu aleykə ya Əba Abdillah, ya gariben vətəbən, ya aziz az-Zahra. Ətrafa baxdı, görmədi pir o cavanların, baxdı müxatəb etdi qum üstə yatanların. Ağa qan içində ələyaqcalı, biz sağına baxdı, biz soluna baxdı. Ey qana qərq olan şühəda, səs verin mənə. Yalqızlayıb Hüseyni bəla, səs verin mənə, səs verin mənə. Siz ki əyal üzəyə mənə xatir dedüz talaq, oldu eviz yolumda fəna, səs verin mənə, səs verin mənə. Çox ləşərim var idi, dağıldı, geçen gece. Siz getmədiniz ey əhl-i vəfa, səs verin mənə. Ey Əba Harun, hər kəs Hüseynin haqqında bir şey deyib ağlıya və 10 nəfəri ağlatsa, cənnət onlara vacib olar. Hər kəs Hüseyin haqqında bir şey deyib ağlıya və 5 nəfəri ağlatsa, cənnət onlara vacib olar. Hər kəs Hüseyin haqqında bir şey deyib ağlıya və 1 nəfəri ağlatsa, onların ikisinə də cənnət vacib olar. Hər kəsin yanında Hüseyin xatırladaraq gözündən ağcı qanadın qanadı qədər yaş tökülsə, savabı vermək Allahın öhdəsində olar və onun cənnətsiz qalmasına razı olmaz. İşim bitti.